Salam, axşamınız xeyir uşaqlar. Demək, biz demişdik ki, biz qaydaları izah edəcəyik. Zaman mövzusu qarışıq mövzu kimi görsənə bilər. Amma siz nöqtəvizə düşən sadəcə hər birinin zaman zərfini əzbərləyib, testləri mən dediyim yolla variantlarını çox asanlıqla tapa bilərsiniz. Bunun üçün bizə nə lazımdır? Demək, mən bilirəm ki, hamınız tənbəlsiniz, oxumağa canınız çıxır. Ona görə sadəcə sizə xahiş edirəm ki, bu sarı hissənin altındakı qaralmış sözləri zamanlara uyğun olaraq əzbərləyəsiniz. Və bir də zamanların adı bizə lazımdır ən çox. Məsələn, indiki sadə zaman present simple, indiki damage zaman present continuous, gələcək zaman future simple. Yəni də bu formada hamı mütləq şəkildə əzbərləyir. İngiliscə bizdə 16 zaman var, amma biz sizlə imtahanda ən çox qarşılaşacağımız 7-8 zaman haqqında danışacağıq bu gün. Gəlin birinci indiki sadə zamana baxaq. İndiki sadə zaman görürsünüz 2 yerə bölünür. Ümumiyyətlə təkcə indiki sadə zaman yox, cümlələri biz cümlə qurarkən iki cür fikirləşməliyik ki, bu cümlədə hərəkət var, yoxsa yox. Zaman fərq eləmir onsuz. Məsələn, biri var deyirəm ki, mən meşəyə gedirəm, düzdürmü? Mən nə edirəm? Burada görürsünüz bir hərəkət var. Yəni bu hərəkətli bir cümlədir. Amma bir də var deyirəm ki, mən məsələn Azərbaycandanam. Yəni burada heç bir hərəkət yoxdur. Ona görə hər hansısa bir cümləni quranda, esse yazanda ilk gözünüzün qarşısına gələn olmalıdır ki, cümlənin strukturunu mən necə qurum? Əlbəttə ki, birinci mübtədəni gətirəcəksən və sonra fikirləşəcəksən ki, məsələn, hava istidir. Deyək ki, bu cümləni fikirləşirsənsə, sən düşünməlisən ki, hava istidir cümləsində bir hərəkət varmı? Yoxdur, hava istidir. Nədir? İstidir. Yəni, Azərbaycan dilində kim yaxşı bilirsə, ismi xəbər, feili xəbər tipi cümlələri artıq burada başa düşəcək ki, mən nədən danışıram da. Neysə, uşaqlar, hərəkətli cümlə gördüksə, mübtədə ilə xəbəri birləşdirirsiniz. Məsələn, mən ingiliscə danışıram, I speak English. Və yaxud da deyirəm ki, mən şagirdəm, I am a student. Görürsünüz, tam fərqli cür tip cümlə qurdum. Gəlin birinci hərəkətlidən danışaq. Uşaqlar, indiki zaman ümumiyyətlə adət, vərdiş halına alınmış, təkrarlanan, fakt olan həyat hadisələrini bildirmək üçün işlədilir. Məsələn, bu necə adət, vərdiş halına, nə demək istəyirik ki bu? Məsələn, tutaq, mən deyirəm ki, mən hər gün idman dərsinə gedirəm. Okay, bu mənim adət halına alınmış hərəkətimdir. Və yaxud da mən həftədə 2 dəfə ingiliscə gedirəm. Mən axşamlar televizora baxıram, səhər yeməyinə pendir yeyirəm. Bu mənim adət halına almış bir hərəkətimdir. Bir də fakt olan təbiət hadisələri var. Məsələn, günəş qərbdən çıxır, şərqdən çıxır, bilmirəm hardan çıxırsa da. Və yaxud da deyirəm ki, su 100 dərəcədə qaynayır. Yəni, bu keçmiş, gələcək zamanda ola bilməyəcək cümlələrdir, başa düşürsünüz. Bunlar faktı deyə həmişə indiki sadə zamanda verməliyim. İndiki sadə zaman başa düşdük ki, okey. Adət, vərdiş alınmış hərəkətləri bildirir. Zaman zərfləri isə hansılardır? Always, usually, sometimes, often, never, seldom, rarely. Və çox xahiş edirəm sizdən özünüz üçün bir qeyd edin ki, demək bizdə always, usually, often-dır, sometimes-dır, never-dır, seldom-dır. Bunlar cümlənin içərisində, mübtədə ilə xəbərin ortasına girə bilirəm. Amma digərləri cümlənin axırında da işlənə bilər, cümlənin əvvəlində də işlənə bilər. İndiki sadə zamanın bir axmaq şey odur ki, uşaqlar, hidə, şidə, itdə feilin sonuna s artırılır. Məsələn, I work, you work, he works, she works, it works bu formada gedir. Yəni, burada çətin bir şey də yoxdur. Sadəcə, həmişə essay yazanda uşaqların bəlalı yeri odur ki, götürür, məsələn, yazırlar ki, şəkilə baxırlar, şəkil təsvir edirlər güya mənim üçün. Yazırlar ki, Jack parkda oynayır. Yazır, Jack play in the park. Ay qardaş, ay bacım. Jack play yox, Jack plays olmalıdır. Sən çünki üçüncü bir şəxsdən danışırsan. Məsələn, I work olur, you work olur. He, she, itdə works-ını verməlisən, mütləq. Sənin çıxış yolun yoxdur. Sən üçüncü bir şəxsdən danışırsansa və təkdədirsə sənin mübtədən. Feilin sonunda s olmalıdır. Demək, üçüncü şəxsdəkindən feilin sonuna s və yaxud da is əlavə olunur. Başa düşdük bunda. Sual verəndə isə do-dan does-dan istifadə edirik. Do nədir, does nədir? Ümumiyyətlə, cümləyə sual verəndə do-dan istifadə edirsiniz. Sadəcə hidə, şidə, itdə do gəlir və s-i özünə götürdüyünə görə artıq o does-a çevrilir. İnkar formasında artıq özünüz görürsünüz burada. Gəlin bir də hərəkətsiz cümləyə baxaq. Hərəkətsiz cümlə ismi xəbərli cümlədə Azərbaycan dilinə dediyim kimi to be ilə ifadə olunur. To be Azərbaycan dilinə şəxs onluqları kimi ifadə olunur da. Məsələn, mən şagirdəm, I am a student. Heç vaxt deyib, məsələn, I student. Ondan olur, mən şagird.
To be'nin indiki zamanda am is are, keçmiş zamanda was were, gələcək zamanda isə will be formaları var. Bu da onlara aid cümlələrdir. Любой cümlədə demişik ki, to be varsa, fərq eləmir, am is are, was were, will be. O cümlənin polojeniyasına onlar özləri baxırlar. Sual vermək lazımdır, keçid qabağa. İnkar lazımdır, özlərindən sonra not artır və salam, bitdi, getdi. Gəlirəm present continuous-a. Bəs present continuous necə hərəkətlər bildirir? Bu dəqiqə gözün qarşısında baş verən hərəkətləri bildirir. Məsələn, deyirəm ki, mən televizora baxıram. Ana, məni narahat eləmə, mən televizora baxıram. Mom, don't disturb me, I am watching TV. Və yaxud da deyirəm ki, Sue hanı? O da deyir ki, Sue duş qəbul eləyir. Where is Sue? Deyirəm ki, Sue is having a shower. Ya da is taking a bath. İndiki davam edici zaman düsturu nədir deyən kimi, deyin ki, to be üstə gəlsin müəllim, feil üstə gəlsin ayınca. Və bilirsiniz ki, indiki davam edici zamandan danışdığımıza görə əmizardan istifadə edilmir. Məsələn, bu uşaqlar bəzən bilmirlər, ayda əm işlənir, yuda ar işlənir, hiç şeydir işlənir. Yəni bu formada. Əzbərləyirik bunları yoldaşlar. Hansı cümlədə məsələn at the moment, at present görülürsə, avtomatik olaraq cümlənin indiki davam edici zamanda verin getsin. Gələcək zaman mənim üçün ən asan zamandır. Bir dənə feilin qabağına will artırırsan, tutardı getdi. Üstünüzə düşən vəzifə zaman zərflərini əzbərlənməkdir. Tomorrow'dur, soon'dur, next day falan belə bir şey. Keçmiş zaman isə uşaqlar iki yerə bölünür. Regular, irregular. Keçmiş zaman biraz bizi incidir. Nə mənada? Uşaqlar, indi mən göstərəcəm sizə. Açırsınız qayda dəftərinizdə haranım. Demək, bu hissənin. Demək uşaqlar, burada, bu hissədə indi mən tapşırıqlar verərkən birinci sütun var, bir də ikinci sütun var. To be ilə başlayır. Məsələn, burada to leave ilə bitir də. Birinci sütunu əzbərləməyə verəcəm. Sonra isə ikinci sütunu. Demək, burada, bax görürsünüz, to be-nin keçmiş zamanı was were-dir. V3 isə feilin üçüncü forması been-dir. Bizə elə ki, V3 lazım deyil. Bizə ancaq bu yaşıl hissə lazımdır ki, məsələn, mən bilməliyəm ki, bring-in keçmiş zaman gətirmək sözüdür. Məsələn, bring. Görsdə, yəni ki, keçmiş zamanı brought-dur. Yəni, bu formada da bunları əzbərləmək lazımdır. Axmaq yeri buradır. Məsələn, drink içməkdir, amma drank içdi deməkdir. Məsələn, eat yeməkdir, et yedi deməkdir. Nəsə, belə də gedir də, yəni. Əzbərlənmək lazımdır. O hissəni əzbərləmək lazımdır. Biraz əzbərə dayanır. Əslində, oxuyan uşaq o dəqiqə deyəcək ki, hə, nə var burada, əzbərləyəcək, bitəcək. O, can verəndədir problem ki, onu bilmirik də, axırın olacaq. Nəysə, keçmiş zamana baxıram ki, yesterday, ago, last, in my childhood, in 21st century falan belə. Keçmiş zaman feillərinin iki forması var. Regular, irregular. Regular bizim sözümüzə baxır, yaxşıdır. İdə artırırsan, fisiya olur keçmiş zamanda. Amma qaydasız feillər uşaqlar keçmiş zamanda keçəndə kökündən dəyişirlər. Və hərəsinə aid bir cümlə vermişik. Məsələn, Jane invited us to the party. Jane bizi partiyə dəvət elədi. Sual verəndə göydən 3 alma məsələsidir. İndiki zamanda dudaz düşür göydən, keçmiş zamanda isə did düşür uşaqlar. İnkarında isə Jane didn't invite us to the party. Qaydasız feillərdə yenə eyni şey baş verir, amma əsas problem bax buradadır. Baxın uşaqlar, cümləyə didlə sual verirsinizsə, məsələn, burada görürsünüz brought-dur, düzdürmü? Didlə sual verirsinizsə, feil V1-ə çevrilir. Çünki daz gələndə necə S-i götürürsə, did də gələndə feilin keçmişliyini əlindən alır. İnkarında da didn't bring. Amma imtihanda bir də görəcəksiniz ki, did məsələn yazacaq brought, B-R-O-U-C-H-T olmaz. Sonra var bizə keçmiş davam edici zaman. Mən bu zamanı çox sevirəm. Çətin gəlir. Əvvəl mənə də çətin gəlirdi bu zaman ki, bu cümlədə kontekst işlədə bilmirdim. Amma sonra mahiyyətini başlanandan sonra bildim ki, bu nə demək istəyilmiş bizə. Məsələn, bizə var ki, keçmiş zamanda hərəkət bitib. Məsələn, mən getdim, mən gəldim, nə bilim, mən oxudum, mən rəqs etdim. O hərəkət bitib burada. Keçmiş davam edici zaman bilirsiniz nədir uşaqlar? Bir prosesi başqa birinə danışanda oradakı prosesi göstərir. Məsələn, deyirəm ki, mən televizora baxanda qapı döyüldü. When I was watching TV, somebody knocked the door. Baxıram ki, deyir ki, mən televizora baxanda, görürsünüz, bunun özündə bir proses var. Bizim dildə yola verdi 3 dənə zamanda, indiki keçmiş gələcək. Amma bunlar görürsünüz, prosesi nəql eləməyi də fərqli bir zamanda veriblər. Və yaxud da məsələn deyirəm ki, atam maşın sürəndə polis bizi saxladı. Mən adətən eyni nümunələri bütün qruplarda işlədirəm ki, o nümunə ilə yadında qalsın, kontekst tuta biləsən. Məsələn, adətən deyirəm ki, atam maşın sürəndə polis bizi saxladı. Atamın maşını sürməyi orada bir prosesdir. When my father was driving a car, the policeman stopped us.
Bir də verirəm, məsələn, deyirəm ki, Rəhim Amerikada olanda Jessica ilə tanış oldu. When Rahim was in America ya da was working in America, Amerikada işləyərkən nə edir? Prosesdir də orada. He met Jessica. Ya da deyirəm ki, məsələn, Əli futbol oynayanda ayağını sındırdı. While Ali was playing football, he broke his leg. Demək, Əlinin görürsünüz, futbol oynayırmış bir proses imiş. Həmin an nə edib? Ayağını sındır. Və yaxud da deyirəm ki, mən küçədə gəzərkən pul tapdım. When I was walking in the street, I found money. Keçmiş davam edici zaman asandır uşaqlar. Ümumiyyətlə, ayıncı harda gördünüzsə, deyin ki, müəllim, davam edici zamandır. Mən sizə deyəcəm, indiki yoxsa keçmiş. Qabağında was were görəcəksizsə, deyəcəksiniz, keçmiş davam edici, müəllim. Yox, indi əmzal görürsünüzsə, deyəcəksiniz, indiki davam edəcəm. Present perfect, indiki bitmiş zamandır. Have, has üstə gəlsin wage şəklində verilir. Məsələn, I have played, you have played, yəni aşağıda nümunələri verib. İndiki bitmiş zaman, zaman zərflərini əzbərləməyə çalışın. Əsas məsələ odur. İndiki bitmiş zaman görürsünüz, hər bir şeyini verib. Sizdən əzbərləmək, mən sizə sonra izah edəcəm. Bunları daha çox izah edəcəm. Sadəcə hələ testlərimizdə buna ehtiyac yoxdur. Struktur olaraq tanımağınızı istəyirəm. Məsələn, have üstə gəlsin wage görürsə, deyin, indiki bitmiş. Yox, məsələn, görsəz ki, had üstə gəlsin wage, baba, bu kontekst olsa, deyəcəksiniz, keçmiş bitmiş. Demək, indiki bitmişin düsturu necədir deyən kimi deyin, have, has üstə gəlsin wage. Keçmiş bitmiş necədir? Had üstə gəlsin wage. İndiki bitmiş deyərsiniz, mənim necə zamanları bildirir ki, indiki bitmiş bilsin nədir uşaqlar? İndiyə qədər sənin təcrübəndə olan hərəkətdir. Məsələn, deyirəm ki, mən Amerikada olmuşam. Azərbaycanda daha çox mış, kimi tərcümə olunur da. I have been to America. Və yaxud da deyirəm ki, mən sushi yemişəm. I have eaten sushi. Yəni, bu formada olan cümlələrdə bunlara daha çox üstünə qalacaq. Yəni, bu hissələrə toxunmuram. Bir də keçirəm səhifə 13-ə. Səhifə 13-dən sonra, vay dondu bu deyəsəm. Bir dəqiqə. Aha. Gəlin bir də qaydaq bu hissəyimizə. Gəldi zaman budaq cümləsi. Bilmirəm, sizin qayda dəftərinizdə burada olan əlavələr varmı? Bu hissə varmı? Bu markerin hissə. Mən bu vərəqi belə tuturam, xahiş skrin eləyin. Kimdə yoxdursa, onları qeyd eləsin özü üçün. Çünki bunlar bu axırda 3 dənə bu qırmızı hərflə since yazılıb. Burada since, sonra altına yazıb before, by the time, bir də while. Bunlar bizim üçün çox vacibdir. Zamana keçişdə görəcəksiniz. İndi hələ ki, mən orasında deyiləm. İndi mən sizə izah edəndə, əsas buranı soruşacağım. Qayda da soruşanda buranı soruşacağım. Yazı saxlayın ki, uşaqlar, if-dir. If buradadır. Gözümüzün qabağındadır. Qoqaralar. If-dir, uşaqlar. When-dir, after-dir, before-dir, while-dir, till-dir, as soon-as-dir. Uşaqlar, qayda dəftərinizə yazın kimdə yoxdursa. Gələcək zaman onlardan sonra gələ bilməz. Bəs onların sonrası zaman gəlir. Demək olar, ya indiki zaman gəlir, ya da keçmiş zaman gəlir. İndiki zaman gəlirsə, bunlar mürəkkəb cümlələr düzəldilər də. Adətən 2 cümlədən ibarət olur belə cümlələr. Bu birisi cümlə ya indiki, ya gələcək zamanda olacaq. Yox, onlardan sonra keçmiş zaman gəlirsə uşaqlar, bu tərəfi də keçmiş atacaq. Və salam. Demək, hələ ki, bu hissəni öyrənirik. When-dir, after-dir, before-dir, as soon as-dir. Bunlardan sonra qətiyyən gələcək zaman gələ bilməz. Ya indiki, ya da gələcək zaman gəlir. Əgər bunlar olan cümlə budaq cümlə adlanır. O birisi cümlə isə baş cümlə adlanır. Yəni, mənim demək istədiyim odur ki, budaq cümlə heç vaxt gələcək zamanda ola bilməz. Bu da bizim dərsimizin izahıdır. Sizdən xahişim odur ki, bu səhifəni skrin eləyib, buradakı qayda var. Kimin qayda dəftərində yoxdursa, onları qayda dəftərinə çox səliqəli bir şəkildə, özünün oxuya biləcəyi bir tərzdə köçürsün o hissəni. Bundan başqa buranı öyrənsin. When, after'dan sonra gələcək zaman gələ bilməz. Bu uzlaşmadır. Testdə bəlkə topluda 200, neçə dənə, 243 dənə neçə dənə idi. Yəni test var idisə, demək olar ki, onun 180 dənəsi iminli bu qaydadır da. Yəni bu qaydanı çözdünsə, çox asanlıqla gedir. Və salam da. Yəni bir də ki, zamanları məsələn belə öyrənin ki, məsələn I speak, uşaqlar nə deməkdir I speak? Mən danışıramdır. Məsələn I am speaking, I am speaking. Bu da mən danışıram deməkdir. Amma hal-hazırda danışıram. I will speak. Demək uşaqlar, mən danışacağam deməkdir. I will speak. Sonra I spoke. Mən danışdım. Hərəkət bitdi. I was speaking. I was speaking. Mən danışırdım. Prosesi bildirir, görürsünüz. Bir də var. I have spoken. Oy, çox pis xətlə yazdım. Mən danışmışam. Bir də var. I had spoken. Mən danışmışdım. Bu arada parol sözü də deyim, uşaqlar. Parol sözümüz qutabdır. Qutab.
Mənim ən sevdiyim yemək. Nəysə uşaqlar, hələlik sağollaşaq. Zamanları qəşəng əzbərləyirik. Parol sözümüzü yadımızda saxlayırıq. Allah əmanət olun. İnşallah ki, bunu tez bir zamanda öyrənərsiniz, məni də incitmərsiniz.